Sumqayıt şəhərində şəhərin baş planına uyğun olaraq istismar müddətini başa vurmuş, 20-ci əsrin ortalarında inşa olunmuş qəzalı yaşayış binalarının sökülməsi və yerində müasir standartlara cavab verən yaşayış komplekslərinin inşa edilməsi prosesi artıq bir neçə ərazidə uğurla davam etdirilir. Sumqayıt şəhər İcra Hakimiyyətindən bildirilib ki, bu istiqamətdə işlər ardıcıl şəkildə planlı olaraq həyata keçirilir və artıq 4-cü, 15-ci, 16-cı, 17-ci və 21-ci məhəllələrdə söküntü prosesi başlanılıb. Layihə çərçivəsində sökülən binaların yerində yeni çoxmərtəbəli yaşayış komplekslərinin inşa edilməsi, sosial infrastrukturların artırılması, parklar, məktəblər, uşaq bağçaları və digər obyektlərin yaradılması planlaşdırılır. Burada ümumiyyətlə Sumqayıt şəhəri 15-ci məhəllə hamısı yataqxanalardan ibarətdir. Həmin yataqxanalarda hansı ki, Fövqəladə Hallar Nazirliyinin elmi tədqiqat institutuna gəlib, müayinə keçirib, rəy veriblər ki, hamısı qəzalı vəziyyətdədir. Ümumiyyətlə 13 ədəd yataqxana var burada. 5 mərtəbəli, 4 mərtəbəli, 3 mərtəbəli və s. Burada da qarşıda perspektivdə duran məsələ odur ki, dövlət proqramına uyğun olaraq Nazirlər Kabinetinin qərarına əsasən bu qəzalı vəziyyətdə olan binaların sökülüb, hamısının yerində müasir yüksək mərtəbəli yaşayış evləri tikiləcək. Sakinlərlə də bağlı deməli hissə hansı ki dəyib başlamışıqsa bu ətrafdan və bundan sonra da həmən ardıcıllıqla insanlar bəziləri pul kompensasiyası götürüb gedəcəklər, bəziləri də köçürüləcəklər. Bizim hesabımıza kirayələrə qarşılanacaq. Tikilib qurtarandan sonra da yəni özlərinin dəyişkin əksəriyyətində 18 kvadratdır, 30-32 kvadratlıq da yeni, müasir, təmirli mənzillərlə təmin olunacaqlar. Şəmistan Fikrətli, Elbrus İsmailov, bugün informasiya proqramı üçün.